Yaxşı insan olmaq mənim seçimimdir. Dünyada bu qədər zülm, nifrət və laqeydlik varkən, yaxşı qalmaq bəzən axmaqlıq kimi görünür. Bəzən deyirlər, niyə yaxşı olursan, onsuz da heç nə dəyişmir. Amma Albert Camus deyirdi, ədalətsiz bir dünyada yaxşı insan olmaq üsyandır. Yaxşılıq qarşılığın deyil, öz daxili seçimin olmalıdır. O, başqasının kimliyindən asılı deyil. Yaxşılıq, sənin kim olduğunu göstərir. Əgər bu dünya mənasızsa, sən o mənasızlığa boyun əymirsənsə, yaxşı olmağı seçirsənsə, sən artıq o dünyanın üstünəsən. Mən yaxşı oluram, çünki pis olmaq mənə yaraşmaz. Çünki içimi çirkləndirmək istəmirəm. Çünki bu mənim sükutumdur, bu mənim cavabımdır. Yaxşılıq mənim üsyanımdır.